Salam, hər vaxtınız xeyir. Bu günləri kompüteriniz donur, 90% hallarda bu səbəbləndir. Və kompüterin tez-tez donur, proqramlar gec açılırsa, bu video sona qədər izlə. İndi sənə kompüterin sürətləndirmə real yollarını göstərəcəm. Kompüterdə istifadə etmədiyin proqramlar arxa planda işləyir və RAM yeyir. Kompüterin açılan kimi 10 proqram açılırsa, bu donma normaldır. Və C diski 80-90% doludursa, Windows boğulur. Ona görə də dona bilər. Virus təkcə məlumat oğurlamır, kompüterdə yavaşlayır. Həmişə kompüterinizi nəsə eləyəndə, dondurmayanda onda kompüter rahat işləyə bilər və əgər kompüteriniz donursa yer silir. Mən sizə bir dənə proqram deyəcəm. Windows R-ya basırsınız, burada temp zatlar gəlir. Gəlirsiniz bura, temp yazırsınız. Açılan burada bir şey. Baxın, burada hamısı lazımsız olan bir şeylərdir. Dondurur bu kompüteri. Yəni burada şəxsi, nə bilim, fotolar bunlarda heç nə yoxdur. Ona görə də hər şey eləyə bilərsiniz. Və köhnə Windows və driver və donma. Əgər hələ donursa, problem proqramda deyil, dəmirdədir. Yəni, bu addımlar etdim və nəticə şərtdə yaz. Video faydalı oldusa, like və abunə at. Bu qədər dəstək var, zəhmət olmasa abunə olub like atmağı unutmayın. Sağ olun, görüşənədək.